Bu günləri göbələk xəstəliyi haqqında danışmaq istəyirəm. Göbələk bədənimizdə olan 3 infeksiya törədən canlıdan biridir. Hansı ki, bunlara bakteriya, virus və üçüncü olaraq göbələyə aiddir və infeksiyanın səbəblərindən biri həmişə göbələk ola bilər. Göbələyin bədəndə yayılması səthi və daxili olaraq ikiyə bölünür. Səthi göbələklər əsasən dəridə, saçda, dırnaqda, ağızda və genital nahiyələrdə olur. Amma daxili göbələklər isə daxili orqanlarda olur və bunlar daha təhlükəlidir. Yayılması, yoluxma yolları və risk faktorları. Yoluxma əsasən təmas və ortaq əşyalarla olur. Bunlara ortaq əşyalara daraq, dəsmal, ayaqqabı aiddir. Risk qrupları rütubət, bağlı ayaqqabı, şəkərli diabet xəstəliyi, antibiotiklərin aşırı istifadəsi və steroidlərin istifadəsi göbələklərə gətirib çıxarda bilər. Əlamətləri göbələyin dəridə, dırnaqda və yaxud da saçda olmasından asılı olaraq müxtəlif cür əlamətləri olur. Dəridə əlaməti əsasən halqa şəkilli qaşınma ilə özünü verir. Bu ayaqda çat, qabıqlanma, qoxu kimi özünü göstərir. Dırnaqda saralma və qalınlaşma, dırnağın qalınlaşması, bəzən qoxu və dırnağın tökülməsi ilə özünü göstərir. Dırnaqda olan göbələklər əsasən daha dərində, dırnaq yatağında yerləşdiyinə görə müalicəsi daha çətindir. Saçlarda olanda saç da qabıqlanma ilə özünü göstərir. Ağızda ağ ərp yaranır. Genital nahiyədə isə qasıqda əsasən qaşınma ilə özünü verir, özünü göstərir. Müalicəsi yerli dərmanlarla və sistemik dərmanlarla, yəni məsələn krem, məlhəm və şampunlardan istifadəsi, eyni zamanda isə sistemik dərmanlarla dırnaq və saç göbələklərində, hətta daxili qəbul olunan dərmanlardan istifadə olunur. Dərmanlara aiddir məsələn terbinafin, itrakonazol, flukonazol kimi dərmanlar. Təbii vasitələrə çay ağacı yağı tövsiyə edirlər, amma bu əsas müalicə deyil, sadəcə köməkçi sayıla bilər. Qarşısını almaq üçün ortaq əşyalardan uzaq durmaq lazımdır. Ümumi yerlərdə tərlikdən istifadə etmək lazımdır, öz tərliyinizdən istifadə etmək lazımdır. Ortaq daraq, ortaq dəsmal, ortaq qayçıdan istifadə etmək olmaz, məsələn, dırnaq tutan qayçısından istifadə etmək olmaz. Və əlamətlər varsa, dermatoloqa müraciət etmək lazımdır. Ən qısa müddətdə, nə qədər qısa müddətdə müraciət eləsəz, müalicə o qədər rahat başa gəlir. Bu qədər. Suallarınız olursa aşağı kommentə bildirin, abunə olmağı unutmayın. Görüşərik.